Bismillahirrahmanirrahim. Həmd olsun aləmlərin Rəbbinə, səlam və salavat olsun onun Peyğəmbəri Muhammed sallallahu aleyhi və aleyhi və səlləm və onun pak əhl-i beytinə. Bugünkü mövzumuz xutbəmizdə aqil və cahil haqqındadır. Biz bugün aqil və cahil mövzusuna toxunacağıq. Ağıllı insan, bilirsiniz də əzizlər, ağıllı insanın fəzilətləri və cahilin zərərləri Quran-ı Kərimdə və hədislərdə geniş şəkildə bəyan edilib. Aqilli insanı ucaldan, cahilli isə insanı məhvə aparan bir xüsusiyyətdir. Biz Quran-ı Kərimin Zümər surəsinin 18-ci ayəsinə baxsaq, Allah-u Teala buyurur: "Ellezine yestemi'une qavle ve yettabi'une ahsana. Ulaikellezine hadahumullah və ulaika hum ulul albab." Buyurur, onlar ki, sözü dinləyib ən gözəlini seçərlər. Onlar Allahın hidayət verdiyi kəslərdir. Məhz onlar ağıllı insanlardırlar. Bəli, əzizlər, biz şərhə baxsaq, Allah Teala ağıllı insanların xüsusiyyətini bəyan edərək buyurur ki, onlar hər deyilənə inanmaz, ən gözəlini seçib ona tabe olarlar. Amma cahil insan isə həqiqətlə yalanı ayırt edə bilmir, ayırt edə bilməz və zərər içində qalar həmişə. Biz hədisə baxsaq, İmam Əli əleyhissalam buyurur: "La faqra qal cəhli və la mala qal aqli." Buyurur, cahillik kimi yoxsulluq, ağıl kimi sərvət yoxdur. Biz Nəhcül Bəlağədə Hikmət 113-cü bölümdə biz bunun şahid oluq. Şərhdə nə demək istəyir? İmam Əli əleyhissalam buyurur ki, bu hədisində bildirir ki, cahillik insan üçün ən böyük yoxsulluqdur. Çünki mal, sərvət insanı xilas etməz. Amma ağıl insana həqiqi xoşbəxtlik gətirər. Ağıllı və cahil insanın fərqləri hansılardır? Ağıl insan düşünərək danışar, cahil bilmədən mühakimə edər. Ağıl insan həqiqət axtarar, həqiqət həmişə axtarışında olar. Amma cahil insan isə nəfsin arxasınca gedər. Ağıl insan insanlara qarşı mərhəmətli və ədalətli olar həmişə. Cahil isə yolu budur ki, tez əsəbləşər və haqsızlıq edər. Yaxşı, biz sual yaranır ki, cahillikdən qurtulma yolları hansılardır? Necə edə bilək ki, biz cahillikdən qurtulaq? Bunlardan biri budur ki, elm öyrənmək yolu ilə və maariflənmək yolu ilə mümkündür. İkincisi, ağıllı insanlarla məclis qurmaq. Üçüncü, Quran və hədislərə müraciət etmək. Bu yollarla mümkündür. Ağıllı insan nur olar, hər sözündə sir olar. Cahil isə zülmətdir, zərər ilə qəm salar. Ağıllıya dost gərək, elm ilə iş görər. Cahillərin sonu yox, ziyana gedər yavaş. Aqil bir padişah və cahil vəzir haqqında bir mövzuya toxunmaq istərdim. Bir zamanlar ədalətli bir aqil, bir padişah var idi. Onun yanında bir cahil vəzir də var idi ki, öz düşüncəsizliyi ilə padişahı yanlış yollara çəkmək istəyirdi. Bir gün vəzir dedi: "Ey padişah, gəlin ölkəmizdəki bütün müdrik insanları uzaqlaşdıraq. Çünki onlar sizin hakimiyyətinizə mane olurlar." Padişah düşündü və dedi: "Yaxşı, onda əvvəlcə sən getsən yaxşı olar. Çünki ən cahil burada sən görsənirsən və burada sənsən." Padişahın bu sözü vəzirin nə qədər cahil olduğunu üzə çıxardı və sübut etdi ki, ağıllı insanı tanıyıb onun sözlərinə qulaq asmaq lazımdır. Bəli, əzizlər, ey müsəlmanlar, ağıl Allahın insana verdiyi ən böyük nemətlərdən biridir. Ağıldan istifadə etməyən insan ziyana uğrayar və cahil insan isə özünü cəmiyyətini məhv edər. Allah bizə bu qədər güc versin ki, elm və hikməti sevə bilməkdə bizə köməkçi olsun, cahillikdən uzaq durmağı bacaraq. Allah bizi ağıllı insanların sırasında qərar versin.